Salam uşaqlar, bugün demin 20 sınavından ikinci sınavının izahını verirəm. Yəni topluda olan ikinci sınavının izahını verirəm. Demək, birinci sualımız belədir. Reaksiyanın sürəti 0,4-dür. Yəni V T1 neçəyə bərabər imiş? 0,4-ə. V T2 isə 1,2-dir. Və bizdən bir reaksiyanın başa çatma müddəti tau 1 36-dır və bizdən istəyir tau 2-ni. Bizim belə bir düsturumuz var idi. V T2-nin V T1-ə olan nisbəti bərabər idi tau 1-in tau 2-yə olan nisbətini. Burada demək, hər birini öz yerinə qoyuruq. Yəni V T2-nin yerinə yazırıq 1,2, V T1-in yerinə yazırıq 0,4 bərabərdir 36 bölünsün x. Və buradan da x-i tapsaq, x eləyəcək 12. Demək, burada ikinci zaman, yəni tau 2 neçəyə bərabər imiş? 12-yə bərabər imiş. İkinci testimizə baxırıq. Demək, burada CO-dan CO2 alıbdır. Və burada indi bizim reaksiyada deyir ki, tau 1 anda reaksiya tarazlıqda olub. Hansı dəyişiklikləri etmək lazımdır ki, tau 2 anındakı tarazlıq halı yaransın. Yəni ki, CO-nun neynəsin? Zaman keçdikcə mol miqdarı azalsın. Bu deməkdir ki, tarazlıq pozulanda reaksiya hansı istiqamətə gedəcək? Sağ tərəfə gedəcək ki, CO-nun qatlığı azalır. İndi baxırıq, görək bizə hansı variantlarda nə verib. Demək, təzyiqi artırmaqla. Biz dedik, təzyiqi artıranda reaksiya həcmin az olan istiqamətinə gedir. Reaksiyaya girən qazımız 3 həcmdir, alınan qazımız 2 həcmdir. Demək, reaksiya sağ tərəfə gedəcək. Sağ tərəfdə çünki həcm azdır. Demək, bu da CO-nun qatılığının azalmasına səbəb olacaq. Ona görə birinci doğrudur. İkinci deyir, temperaturu artırmaqla. Temperaturu artıranda reaksiya, demək, egzotermik reaksiyadır. Egzotermik reaksiyalarda temperaturu artanda reaksiya əksinə gedirdi, yəni sola gedirdi. Endotermik reaksiyalarda temperaturu artıranda sağa gedirdi. Ona görə də burada egzotermik olduğu üçün temperaturu artıranda reaksiya sola gedəcək. Ona görə ikinci səhvdir. Üçüncü deyir, sistemə CO əlavə etməklə. Sistemə CO əlavə etsələr uşaqlar, qrafik yəni bunu kimi olmayacaq. Demək, CO-nun əvvəlcə qatlığı artacaq, sonra azalacaq belə. Ona görə də üçüncüdə doğru deyil. Yəni, burada uyğun gələn cavab yalnız birincidir. Keçirik üçüncü sualımıza. Demək, istilik ayrılır. Yəni, aşağıdakı deyir, hansı reaksiyalardan istilik ayrılır? Azot monoksid parçalandıqda. Biz demişdik ki, demək, normalda parçalanma reaksiyaları nə idi? Endotermik idi. Bir dənə azot monoksidin parçalanması reaksiyası nədir? Egzotermikdir. Çünki NO-nun alınması demək nə idi? Endotermik idi. Ona görə də NO-nun parçalanması olacaq egzotermik. Ona görə birinci doğrudur. İkinci buxarla kondensləşdikdə, su buxarı kondensləşdikdə orada qızmış su buxarı demək soyuq səthə toxunanda öz enerjisini verir və ondan istilik ayrılır demək ki, və bu zamanları maye halına keçir. Yəni kondensləşmə prosesi baş verir. Ona görə də suyun buxarının mayeyə çevrilməsi, yəni suyun kondensləşməsi də egzotermik prosesdir. Yəni istilik ayrılır oradan. Kalsium karbonat parçalandıqda endotermik prosesdir. İstiliyin udulması ilə gedir. Dəmir əridikdə istiliyin udulması ilə gedir. Cavabımız olur 1 ilə 2. Dördüncü testimizə baxırıq. Sabit temperaturda gedən demək, amoniakın alınma reaksiyasında azotun qatlığını 2 dəfə azaldıb, hidrogenin qatlığını 2 dəfə artırdıqda. Demək, azotun qatlığını 2 dəfə azaltdıqda kimyəvi reaksiyanın sürəti 2 dəfə nə edəcək? Azalacaq. Çünki azotun əmsalı elə 1-dir, elə 2 dəfə azalacaq. Hidrogenin qatlığını isə 2 dəfə artırdıqda. Hidrogenin qatlığını 2 dəfə artırdıqda reaksiyanın sürəti 2-nin kubu qədər artacaq. Çünki hidrogenin əmsalı 3-dür. Demək, biz də həmişə demişik ki, böyüyü kiçiyə bölürük. Demək, 2 dəfə nə edəcək? 2 dəfə azalacaq, 8 dəfə də nə edəcək? Artacaq. Ümumilikdə reaksiyanın sürəti 4 dəfə nə edəcək? Artacaq. Cavabımız olur nə? 4 dəfə artır. 5-ci testə baxırıq. Bizə amonium iyonu, bir də NH3 mənfi iyonu verilib. Deyir, iyonlarda azotun oksidləşmə dərəcəsi. Biz demişdik ki, həm amoniakda, həm NH3-də, həm də NH4 müsbət iyonunda. Hər ikisində azotun oksidləşmə dərəcəsi nədir? Mənfi 3-ə bərabərdir. Sadəcə olaraq amonium iyonunda azotun valentli 1 vahid artır olur, azotun valenti 4
Ammoniakda isə azotun valenti nədir? 3-dür. Demək, azotun oksidləşmə dərəcəsi A-ya bərabər oldu -3-ə. Sonra baxırıq NO3 mənfi ionunda. NO3 mənfi ionunda burada biz azotun oksidləşmə dərəcəsini tapsaq, -5-ə bərabərdir. Tapma qaydasına baxaq. X-la işarə eləsək azotun oksidləşmə dərəcəsini, oksigenin burada oksidləşmə dərəcəsi -2-dir. Demək, onu da vururuq 3-ə, olur çıxılsın 6 və mənfi yüklü ionlarda demişdik ki, nəyə bərabərdir? İonun yükünə bərabərdir. Burada da ionun yükü -1-dir. Və burada x-i tapsaq, x eləyəcək nə? -5. Yəni azotun oksidləşmə dərəcəsi -5-dir. Yəni B bərabərdir -5-ə. İndi bizdən nə istəyir? Deyir ki, B-ni müəyyən edib. Yəni adın istifadə eləməklə biz B-nin qiymətini tapırıq. A -3-dür. -3-dən 8 çıxanda -5 olur. Cavab olur nə? Y variantı. Sonra 6-cı testdə baxırıq. Reduksiya edicinin də neçə faizi oksidləşib. Burada reaksiyamızı əvvəlcə əmsallaşdıraq. Demək, sağ tərəfdə 4 dənə xlorumuz var. Burada 4 düşəcək və suyun əmsalı olacaq 2. Reduksiya edici burada demək H xlordur. H xlorda olan xlor -1-dən 0-a gəlib, yəni reduksiya edicidir. Və 4 dənə xlor atomumuz var. Onun ikisi demək nə edib? Oksidləşib, yəni buradadır. Və ikisi isə manqan xlorun tərkibində qalıb. Ona görə də deyirik ki, 50% nə edib? Oksidləşib. 7-ci testdə baxırıq. Xlorun üzərinə natrium hidroksid gəlib, natrium klorid, natrium hipoklorid və su alınıb. Deyir, hansı ifadələr doğrudur? Oksidləşdirici və reduksiya edici eyni element atomudur. Bəli, burada xlor 0-dan -1-ə gəlib, olub oksidləşdirici və 0-dan -1-ə gedib, olub reduksiya edici. Yəni, bu oksidləşdirici və reduksiya edici eyni element atomudur və bu reaksiya disproporsiyalaşma reaksiyasıdır. Öz-özünə oksidləşmə reduksiya reaksiyası. Molekul daxili oksidləşmə reduksiya reaksiyası xeyr, səhvdir. Natri xlor reduksiya məhsuludur. Natri xlor burada -1-dir, oksidləşdiricidir buradakı xlor və özü də reduksiya məhsulu olur, yəni 3 də doğrudur. Xlorun 20% oksidləşib. Xlor burada 2 atom xlor var uşaqlar. Bir dənəsi nə edib? Oksidləşdirici reduksiya olunub, bir dənəsi reduksiya edici oksidləşdirib. Yəni 50% reduksiya olunub, 50% oksidləşib. Ona görə də 4 dənədir, səhvdir. Cavab oldu 1 ilə 3, B variantı. 8-ciyə baxırıq. Hansı reaksiyada kükürt reduksiya olunur? Əgər kükürt reduksiya olunursa, demək kükürt orada nədir? Oksidləşdiricidir. Baxırıq, hansı reaksiyada kükürt oksidləşdirici reduksiya olunub. Birinciyə baxırıq. Aydın məsələdir ki, qeyri-metal metallan reaksiya gələndə orada metal nə olacaq? Oksidləşdirici olacaq. Özü də reduksiya olunacaq. Yəni birinci doğrudur. İkinciyə baxırıq. Kükürt -4-dən -6-ya gəlib. Əksinə burada yox, burada dəyişməyib. -4-dən elə -4-ə gəlibdir. SO3 imiş. Burada oksidləşmə reduksiya reaksiyası deyil ümumiyyətlə. Üçüncüyə baxırıq. 0-dan gəlib -6-ya. Burada reduksiya edicidir. Oksidləşib əksinə, reduksiya olunmayıb. Ona görə bu da səhvdir. Dördüncüyə baxırıq. Kükürt -6-dan gəlib -4-ə. Burada demək oksidləşdiricidir. Özü də nə edib? Reduksiya olunub. Onda cavabın biri də olur. Dördüncü cavabımız olur nə? 1 ilə 4. 9-cuya baxırıq. Eyler-Ver diaqramına uyğun bəndləri müəyyən edin. Reduksiya məhsulu bəsit maddədir. Demək, burada reduksiya məhsulu oksidləşdiricilərə baxırıq. Oksidləşdirici burada kükürtdür. 0-dan gəlib -2-yə. Burada ümumiyyətlə reduksiya məhsulu elə bu həm öz oksidləşmə məhsulu, həm reduksiya məhsulu. Ona görə burada bəsit maddə deyil. Burada karbon 0-dan -2-yə gəlib. Ona görə bu reduksiya edicidir. Oksidləşib. Hidrogen isə -1-dən gəlib 0-a. Və bu oksidləşdirici reduksiya olunub. Reduksiya bəsit maddədir, elə buna uyğun gəlir. Buna uyğun gəlir birinci. Molekular arası oksidləşmə reduksiya reaksiyasıdır. Bunun hər ikisi molekular arası oksidləşmə reduksiya reaksiyasıdır. Çünki oksidləşdirici və reduksiya edici hər ikisində müxtəlif element atomlardır və müxtəlif molekulların daxilindədir. Karbon reduksiya edicidir. Burada baxırıq, karbon 0-dan demək, neçəyə gəlib? -4-ə gəlib, reduksiya edicidir. Burada karbon 0-dan -2-yə gəlib, reduksiya edicidir. Bu hər ikisinə aiddir. Oksidləşdiricinin əmsalı 2-dir. Oksidləşdiricinin əmsalı 2-dir. Baxırıq, burada kükürdə 2 düşür. Oksidləşdiricinin əmsalı 2-dir. Və burada da baxsaq, görərik ki, heç bir əmsaldan istifadə edilmir. Demək, o da aid oldu 1-ə.
Demək 1-ə aid oldu. Yox, bu 4-dür da. 4 aid oldu. Demək 1-ə aid oldu 4. 2-yə aid oldu 1. 1-ə aid oldu 4. 2-yə aid oldu 1. 3-ə də aid oldu 2 ilə 3. Cavaba uyğun gəlir Y variantı. Yalnız polyar kovalent rabitəli birləşmələri müəyyən edin. Yalnız polyar kovalent rabitə birləşmə, birinci karbon qazının quruluşuna baxsaq, qrafik quruluşuna, bu yalnız burada polyar kovalent rabitə var. Sulfat turşusuna baxsaq, uşaqlar, sulfat turşusunda da həmçinin yalnız polyar kovalent rabitə var. Və burada etilenə baxsaq, etilendə demək karbon-karbon arasında 2 qat rabitə var və ona görə də burada nədir? Həm polyar, həm də qeyri-polyar rabitə var, ona görə 3 aid deyil. Dördüncüyə baxsaq, azot-azot arasında yalnız qeyri-polyar kovalent rabitə var, ona görə 4 də aid deyil. Cavabımız olur nə? 1 ilə 2. 11-ciyə baxırıq. Demək, xlorid H-xlorun oksigenlə reaksiyasına xlor və H2O alınır və ekzotermik reaksiyadır. Deyir, tarazlıqda olan sistemdə hansı hallarda reaksiya məhsullarının mol sayı azalır? Reaksiya məhsullarının mol sayı azalır deyirsə, demək, reaksiya hansı istiqamətə getməlidir? Əks istiqamətə getməlidir. İndi hansı, demək, tarazlığa hansı amil təsir göstərəndə baxaq ki, reaksiya istiqaməti, tarazlığın istiqaməti sol tərəfə yerini dəyişəcək. Təzyiqi artırdıqda, reaksiya həcmin az olan tərəfinə gedir. Burada 4 həcm qazı var, burada 5 həcm qaz var, burada 4 həcm qaz var. Demək, reaksiya təzyiqi artırsa, sağ tərəfə gedəcək. Ona görə bu səhvdir. Bizə lazımdır ki, məhsulların mol sayı azalsın, yəni sol tərəfə keçsin məhsulların mol sayı, onda azalacaq. Xlorun qatılığını azaltdıqda, yəni xlor sağ tərəfdə yerləşir, sağ tərəfdə məhsul çıxarsaq, reaksiya tarazlığı sağ tərəfə istiqamətlənəcək. Ona görə bu da səhvdir. Bizə lazımdır sol tərəfə getsin. Sonra üçüncüyə baxırıq. Temperaturu artırdıqda reaksiya bəli sol tərəfə gedəcək, çünki ekzotermik reaksiyadır. Cavabımızın biri bu uyğun gəlir. Üçüncü baxırıq. H-xlorun qatılığını azaltdıqda, bəli, H-xlorun qatılığını azaltdıqda reaksiyanın istiqaməti, çünki sol tərəfdə də H-xlor və sol tərəfdən məhsul çıxardığında reaksiya sol tərəfə gedir demişik. Sağ tərəfdən məhsul çıxanda reaksiya sağ tərəfə gedir və ona görə də H-xlordan məhsuldan H-xlor çıxartdıqda reaksiyanın istiqaməti sol tərəfə gedəcək. Ona görə də dördüncü də düzdür. Cavab olacaq nə? 3-lə 4. 12-ciyə baxırıq. Demək, bizə reaksiyanın sürət dəyişməsi verib. Reaksiyanın sürət dəyişməsi 243-ə bərabərdir. Temperatur əmsalı isə 3-ə bərabərdir. Demək, 3 üstü 5 bizdə eləyir, uşaqlar, 3 üstü 5 243-ə bərabərdir. Yəni, burada bizdə düsturumuz belə idi ki, demək, VT2 bölünsün VT1 bərabərdir, qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Yəni, bizdə də qamma burada 3-dür, temperatur əmsalı 3-dür, 3 üstü 5-dir. Yəni, burada T2 çıxılsın T1 bölünsün 10 bizə 5 verməlidir. Onda T2 çıxılsın T1 bizə neçə verir? 50 verməlidir ki, ona böləndə 5 alınsın. Cavab olacaq B variantı oncu. 16-cıya baxırıq. Alüminium xlorid turşusunun reaksiyasının sürətini, demək, reaksiyanın deyir, sürətini necə artırmaq olar? Alüminium toz halına keçirməklə, bəli, biz demişdik ki, kimyəvi reaksiyada bərk maddələri xırdalı nə qədər çox xırdalasaq, reaksiya o qədər sürətli gedir. Ona görə birinci doğrudur. Temperaturu artırdıqda demək, kimyəvi reaksiyaların sürəti temperatura düz mütənasib idi. Ona görə temperaturu artırdıqda kimyəvi reaksiyanın sürəti artacaqdır. Hidrogenin qatılığını artırmaqdan, demək, biz sağ tərəfdəki maddələrin yox, sol tərəfdəki maddələr də burada reaksiyaya girən və biz o maddələrin qatılığını artıranda reaksiya sürəti artar. Reaksiya baş verdiyi qabın həcmini artırmaqla. Reaksiya baş verən qabın həcmi ilə kimyəvi reaksiyanın sürəti tərs mütənasib idi. Burada qabın həcmini artıranda əksinə kimyəvi reaksiyanın sürəti azalır. Ona görə də cavabımız olur 1 ilə 2.
Misin nitrat turşusundan reaksiyasını verib uşaqlar. Reaksiyada 1 mol turşu reduksiya olunduqda alınan suyun kütləsini istəyir bizdən. Demək, reaksiyamızı əvvəlcə əmsallaşdıraq. Mis 0-dan gəlib müsbət 2-yə, azot gəlib müsbət 5-dən müsbət 2-yə. Buradan baxırıq ki, mis 2 elektron verib, azotda 3 elektron alıb. Demək, misin verdiyi elektronu yazırıq NO-nun qarşısına. Və NO-nun azotun aldığı 3 dənə elektronu yazırıq misin qarşısına. Bundan sonra sulfat turşusunun qarşısına düşəcək 8, misin qarşısına düşəcək 3, suyun qarşısına düşəcək 4 və nəhayət oksigenimizi sayaq 24 eləyir. Sol tərəfdə, sağ tərəfə baxaq. Demək 18, 20, 24 demək reaksiyamızı düz əmsallaşdırmışıq. Demək deyir 1 mol turşu reduksiya olunduqda. Biz burada baxırıq ki 8 mol turşu reaksiya girib və ikisi nə edibdir? Oksidləşmə dərəcəsini dəyişib, oksidləşdirici olub 2-dən azot, ona görə də 2 mol turşu nə edib? Reduksiya olunub. İndi bizdə deyək ki 1 mol turşu reduksiya olunsun və bu zaman alınan suyun kütləsini deyir hesablayın. Demək 2 mol reduksiya olunanda alınan suyun kütləsi 4 vurulsun 78, belə 4 vurulsun 18, 4 vurulsun 18 eləyir 72. Əgər onda 1 mol olsa nə olar? X olar, o da eləyəcək 36. Yəni bu zaman 36 qram nə alınır? Su alınır. 15-ci testə baxırıq uşaqlar. 15-ci testdə X, Y alınıb. X, Y3 reaksiyasına aid qrafik əsasən doğru ifadələri müəyyən edin. Deyir, tau 1 anından sonra X, Y3-ün qatlığı artır. X, Y3 reaksiya məhsuludur. Tau 1 an tarazlıqdadır və bundan sonra qatlığı burada tau 1 anında kimyəvi reaksiya artıq tarazlıqda olur və burada qatlığı artmır X, Y3-ün. Yəni tau 1 ana kimi neçəymiş, ondan sonra da o şəkildə qalır. Ona görə birinci səhvdir. A xətti parçalanma reaksiyanın sürətinin dəyişməsini göstərir. Parçalanma reaksiyası bu düzünə gedən reaksiyadır və burada da parçalanma reaksiyası deyil, bu birləşmə reaksiyasıdır. Ona görə ikinci də səhvdir. B xətti tarazlıq halını göstərir. Bəli, bizim bu B xətti tarazlıq halını göstərir. Ona görə də üçüncü düzdür. Dördüncüyə baxırıq. C xətti parçalanma reaksiyanın sürət dəyişməsini göstərir. Və C bunundur, yəni X, Y3-ündür. Bu da bu istiqamətdə, bu da olacaq parçalanma reaksiyasının nəyi? Sürətinin dəyişməsi cavabımız olacaq 3-dən 4. 16-ya baxırıq. CO-nun üzərinə oksigen gəlib alıb CO2 reaksiyasında CO-nun başlanğıc qatlığı 10 imiş. 10 saniyədən sonra 2 olarsa reaksiyanın O2-yə görə sürətini hesablayın. Əvvəlcə gəlin CO-ya görə sürətini tapaq uşaqlar. Biz CO-ya görə sürətini necə tapsaq, CO-nun əmsalı 2-dir. Demək, CO-ya görə biz sürəti necə tapsaq, oksigenin isə əmsalı 1-dir. Demək, oksigenin əmsalı oksigenin əmsalı 1 olduğu üçün onun sürəti CO-nun sürətindən 2 dəfə azdır. Yəni, burada biz CO-ya sürət necə tapsaq, onun yarısı olacaq oksigenin sürəti. İndi, demək, burada yazırıq CO üçün sürəti tapsaq və bərabərdir. Demək, ikinci qatlıq neçədir? 2 çıxılsın, yəni üstürümüz belə idi da, S2 çıxılsın, S1, qabaqda plus minus var idi. Demək, S2 çıxılsın, S1 bölünsün, demək, nə idi? Delta tau. V delta T idi. Demək, burada da 2-dən 8 çıxsaq, indi 2-dən 10 çıxsaq mənfi 8 qalır. İndi o qabaqda da bu mənfi 10 təsiri göstərir üçün 8 yazıram. 10 saniyədir zaman dəyişməsi və qabın həcmi də 1 litrdir. Onu da 10-a vuranda neçə eləyəcək? 8 10-a bölürük, düşəcək 0.8. Yəni kimyəvi reaksiyanın sürəti CO-ya görə 0.8-dir. Biz dedik ki, onun da sürəti oksigenin sürətindən 2 dəfə çox olduğu üçün onda oksigenin sürəti neçəyə bərabər olacaq? 0.4-ə bərabər olacaq. Oksidləşmə reduksiya reaksiyalarını deyir, müəyyən edin. Oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiya oksidləşmə reduksiya reaksiyalarıdır. Bunun üçün uşaqlar biz kimyəvi elementin oksidləşmə dərəcələrinin hamısını üstündən yazmalıyıq. Və reaksiyaların oksidləşmə dərəcəsi üstündən yazsaq görək ki, birinci hamısını bax belə yaza-yaza gedirik və görürük ki, sol tərəfdə və sağ tərəfdə, məsələn, karbon atomu sol tərəfdə də, sağ tərəfdə də oksidləşmə dərəcəsi eynidirsə, məsəl üçün, bax, birinci reaksiyada eynidir. Demək, bu oksidləşmə reduksiya reaksiyası deyil. Ancaq sol tərəfdə və sağ tərəfdə kimyəvi elementin oksidləşmə dərəcəsi dəyişibsə, bu olur oksidləşmə reduksiya reaksiyası. Məsəl üçün, ikincidə dəyişib. Azot burada
müsbət 4-dən həm müsbət 5-ə gəlib, həm müsbət 2-yə gəlib. Ona görə bu oksidaşma reduksiya reaksiyasıdır. İkinci reaksiyanı yenə hamısının üstündə yazsaq, birinci reaksiya kimi görəcəyik ki, bu da oksidaşma reduksiya reaksiyası deyil. Və həmçinin bir də dördüncü reaksiya oksidaşma reduksiya reaksiyasıdır. Dəmir burada müsbət 2-dən müsbət 3-ə gəlib və həmçinin oksigen -1-dən -2-yə gəlib. Ona görə cavabımız olacaq nə? 2 ilə 4B variantı. Sonra 18-ci testimizə baxırıq. 18-ci testimizdən deyir, həcm 1 litr olan qapalı qabda baş verən reaksiyasının 5 saniyədə sonra oksigenə görə sürətini hesablayın. Bizə uşaqlar burada verdiyi yenə NO-ya görədir sürət və NO-nun kütləsi burada verən kütlədir uşaqlar. M qram NO-nun qramını veribdir. Qramını demək 25-dən gəlib 10-a düşüb. Yəni burada 5 saniyədən sonra 15 qram NO sərf olunub. NO-nun isə MR-i 30-dur. Demək 0,5 sərf olunub da. 0,5 NO sərf olunubsa, 0,5 mol NO sərf olunubsa və bu da 5 saniyədə düsturumuz da belə idi bizim. Demək V bərabərdir delta C bölünsün delta tau. Demək delta C, yəni qatılıq dəyişməsi olubdur 0,5 mol. Nəyə görə biz onun molu götürürük uşaqlar ilə qatılıq kimi? Çünki qabın həcmi 1 litrdir. Yəni orada biz bunun qatılığını tapsaq C bərabərdir 0,5 ilə 1-ə bölsə elə olacaq 0,5. Yəni ona görə qabın həcmi 1 olanda molu qatılıq kimi götürə bilirik. Yəni 0,5-i bölürük 5-ə eləyir nə? 0,1. Demək, kimyəvi reaksiyanın NO-ya görə sürəti 0,1-dir. Və buradan da yenə bayaqki reaksiya kimi görürük ki, NO-nun sürəti oksigenin sürətindən 2 dəfə çox olacaq. Çünki əmsalı 2-dir, bunun əmsalı 1-dir. Ona görə 0,1-i də bölürük 2-yə, nə eləyəcək? 0,5. Demək, 0,5-ə bərabər olacaq kimyəvi reaksiyanın oksigenə görə sürətini istəyir bizdən. 19-cu testə baxırıq uşaqlar. 19-cu testdə deyir ki, verilmiş sxemə əsasən reaksiya təniklərini müəyyən edin. Biz burada görürük ki, bu reaksiyada demək dəyişmə reaksiyasıdır. Çünki iki mürəkkəb maddə reaksiyaya girib və öz ionlarını bir-birinə dəyişib. Bax, burada A C ilə birləşib, B də D ilə birləşib və ona görə də bu reaksiya olur nə? Dəyişmə reaksiyası və ya mübadilə reaksiyası. Birinci reaksiya, bəli, dəyişmə və mübadilə reaksiyası kalsium xlorla birləşəcək, hidrogen də oksigenlə birləşib əmələ gətirəcək nə? Suyu. Yəni birinci buna aid olacaq. İkinci kalsium karbonat alınacaq, birləşmə reaksiyası da buna aid deyil. Üçüncü kalium NO3 ilə argentin xlor alınacaq, bəli, bu da buna aiddir. Dördüncü isə alınacaq NH4NO3, bu birləşmə reaksiyası, bu buna aid deyil. Cavabımız olacaq nə? 1 ilə 3. 20-ci testdə baxırıq uşaqlar. Deyir, birləşməsində N-in qiyməti 2 olarsa, yəni bu kalium 2, XO4-dür. Deyir, X-in oksidaşma dərəcəsini tapın. Burada oksigenin oksidaşma dərəcəsi -2-dir. Kaliumun oksidaşma dərəcəsi -1-dir. Çünki birinci qrup elementin oksidaşma dərəcəsi olurdu -1. Bəsit halda onda 0-a bərabər olur. X-in oksidaşma dərəcəsini A hərfindən işarə eləyək. Demək, 2-yi vursaq -1-ə eləyəcək -2, üstünə gəlinsin A və oksigeninki də -2-dir. 4-ə vurursa çıxılsın 8, bərabərdir 0-a bərabər eləsək, A burada nəyə bərabər olacaq? -6-ya. Demək, X-in oksidaşma dərəcəsi nəyə bərabərdir? -6-ya bərabərdir. Cavab olur Y variantı. 21-ci testdə baxırıq. Bizə metan qazının yanmasını veribdir və burada metan qazı və oksigen qazının kütlələrini fərqli veribdir. Demək, bura baxsaq görürük uşaqlar. Burada kimyəvi reaksiyanın stili effekti 880-dir. Yəni bizə deyir, bu kütlədə versə kimyəvi reaksiyanın stili effektini tapın. Demək, burada biz nəyə baxırıq uşaqlar? Metanın demək oksigenlə reaksiyasında burada biz nəzəri tənlikdə baxaq və bizə verilən kütlələrə baxaq. Demək, bizə verilən kütlələri nəzəri tənlikdəki kütlələrə bölürük ki, burada baxaq görə, çoxa görə, aza görə tapmaq üçün də. Yəni, hansı maddəmizdən azdır, ona görə biz hesablamamızı aparmalıyıq. Demək, bu eləyəcək 0,5, 8-i bölsək 64-ə, bu da eləyəcək
0,8'də 1 eləyər də. 8'də 1 də 0,125 eləyir. Yəni burada görürük bizə az olan nədir? Oksigendir. Yəni biz burada hesablamamızı oksigenə görə aparacağıq. Yəni yazırıq ki 64 qram olanda 880 isə reaksiyanın istiliyi effekti, onda 8 qram olanda nədir? X-dir. Burada qalar 1, burada qalar 8. Bu da eləyəcək neçə? 110'a bərabərdir. Yəni Q1'i tapdıq neçədir? 110'dur. Sonra ikinciyə görə hesablamamıza baxaq uşaqlar. İkincidə 48 bundan veribdir, 96 da bundan veribdir. İndi 48'i bölsək 16'ya düşəcək 3. 96'yı da bölsək 64'ü eləyəcək 1,5. Burada da yenə biz aza görə, oksigenə görə hesablayacağıq. Yəni biz bu rəqəmlərdə hesablamada istifadə eləmirik. Sadəcə aza görə, çoxa görə tapmaq üçün. Yəni hesablamamızı nəyə görə aparacağıq? Çox maddə onsuz da artıq qalacaqdır. Biz çox maddəyə görə hesablasaq, onda burada Q-nun qiymətini yüksək tapacağıq. Ona görə baxırıq ki, hansının nisbəti az çıxırsa, ona görə hesablama aparırıq. Demək, birincidə yenə baxırıq, 64'də yenə yazırıq 880-dirsə, bizə neçə qram verib? 96 qram verib. 96-da nədir? X-dir. O da nəyə bərabər olacaq? 32 ixtisar getsə, burada qalar 2, burada qalar 3, burada qalar 1, burada qalar 440. 440'ı da 3'ə vursaq, eləyəcək 1320. 1320 eləyər da. 1200 də 120 gəlsə 1320 eləyər. Demək ki, Q2'mizin də qiyməti nəymiş? 1320'yə bərabər imiş. İndi baxırıq cavabların görək hansı uyğun gəlir. Deyir Q1 böyükdür Q2'dən, bu səhvdir. Əksinə Q2 böyükdür. Üçüncüyə baxırıq, deyir Q1'in qiyməti 110'dur, bu doğrudur. Sonra deyir ki Q1 kiçikdir Q2'dən, bu da doğrudur. Sonra deyir Q2 2640'dır deyir. Yox, bu da səhvdir da. Biz 1300, həm 320 tapdıq biz. Ona görə cavabımız olur nə? 2 ilə 3C variantı. 22-ci testdə baxırıq. Qısa elektron formullar verilib. Deyir, birləşmələrin hansıları ion rabitələridir? Birləşmələr o vaxt ion rabitə olacaq. Biri metal, biri qeyri-metal olur. X birinci qrup elementidir, metaldır. Y 6-cı qrup elementidir, qeyri-metaldır. 5-ci qrup elementidir, Z. Bu da qeyri-metaldır. Və burada demək 7-ci qrup elementidir. Bu da oldu qeyri-metal. Və indi baxırıq, deyir, hansı birləşmələrin hansılar ion rabitədir? Demək, X bunların hansına birləşibsə o ion rabitədir. Demək, birinci olacaq ion rabitə, ikinci deyil, üçüncü olacaq ion rabitə, dördüncü deyil. Cavabımız olacaq nə? 1 ilə 3 B variantı. 23-cü testdə baxırıq. 30 qram karbon tam yandıqda 1000 kilojoule istilik ayrılır. Karbonun yanma istiliyini tapın. Karbonu demək oksigende yandırdıqda alınır CO2. Demək 30 qram yandıqda nə qədər ayrılır deyir? 1000 ayrılır. Onda 12 qram yandıqda neçə ayrılır? X ayrılır. Bu da eləyəcək neçə? 400. Demək cavabımız nəyə bərabərmiş? 400. Demək karbonun yanma istiliyi 400'ə bərabərdir. Karbon əmsalı da 1'dir. Yəni reaksiya istiliyi effektini tapdıq. Biz o 400 elədi. Onu da 1'ə böləndə elə 400 eləyəcək. 24-cü testdə baxırıq. XO birləşməsinin əmələ gəlmə istiliyi 400'dür. Yəni bunun əmələ gəlmə istiliyi 400 deməkdir ki, yəni XO2'nin 1 mol əmələ gəlmə 400 kilojoule enerji sərfi. 17,6 qramın əmələ gəlməsi zamanı ayrılan istilik 160'dır. Yəni 17,6'da 160'dırsa, onda X plus 32'də də neçədir? 400'ə bərabərdir. Demək, bunları 40 ixtisar etsək, burada qalar 4, burada qalar 10, burada qalar 5, burada qalar 2 və cavabımızı da demək uşaqlar, burada X plus 32 bərabərdir. Demək 5'i 17,6'ya vurub 2'yə bölək. Demək 5 dəfə 6, 30, 0 yazaq 3 yadda. Demək 8, 188. Onu da 2'yə bölsə eləyəcək nə? 44. 44'dən də 32'ni çıxsa X-in kütləsi nəyə bərabər olacaq? 12'yə bərabər olacaq. Demək X-in
ayrı 12-yə bərabərmiş. 25-ci testdə baxırıq. N2 yəni H2 reaksiya girir və ammoniakın alınma reaksiyasında 23 kJ steril ayrılmışsa neçə litr hidrogen reaksiya daxil olmuşdur. Baxırıq ki 67,2 reaksiya daxil olanda 67,2 litr hidrogen reaksiya daxilində 92 kJ enerji ayrılır. Bəs 23 olanda da nə olacaq? X olacaq. Demək 23-dən 92 çıxsa yenə burada qalar 1, burada qalar 4. 67,2-ni də 4-ə böləndə cavab neçə olacaq? Onu da siz özünüz taparsınız. 26-cıya baxırıq. Tarazlıqda olan NO və O2-nin demək NO-nun oksigenlə reaksiyasından alınır NO2 və ekzotermik reaksiya. Tarazlığı necə sağa yönəltmək olar? NO-nu sistemdən çıxartmaqla sağa, yəni bu istiqamətdə düzünə gedəcək. NO-nu sistemdən çıxardığında reaksiya sola gedir. Ona görə bu səhvdir. O2-nin qartılığını artırmaqla bu düzdür. Yəni sağ tərəfdəki maddələrin qartılığını artıran demişik sol tərəfə gedir. Sol tərəfdən qartılığını artıranda sağ tərəfə gedir. Təzyiqi artırmaqla 3 həcm qazı reaksiya gedir. 2 həcm çıxır. Təzyiq artıranda reaksiya həcmin az olan tərəfinə gedəcək. Bu da doğrudur. NO-nun qatılığını artırmaqla bu səhvdir. Temperaturu azaltmaqla temperaturu azaltdıqda bəli reaksiya sağ tərəfə gedəcək. Çünki ekzotermik reaksiyadır. Bu da doğrudur. Cavabımız oldu 2, 3, 5. Sonra gəlirik 27-ci tezdə deyir, uyğunluğu müəyyən edin oksidləşmə və reduksiya. Oksidləşmə deyirsə də biz burada nəyi axtaracağıq? Reduksiya edicini axtaracağıq. Bir burada nəyi axtarırıq? Oksidləşdiricini axtarırıq. Demək, sxema baxırıq. Azot burada nədən gəlib? Gəlib -3-dən -2-yə. Demək, -3-dən -2-yə gəlib. Demək, reduksiya edicidir. Özü neyniyib? Oksidləşib. Demək, aiddir nəyə? 1-ə. Sonra burada kükürdə baxırıq. -6-dan kükürt gəlib -4-ə. Demək, oksidləşdiricidir. Özü neyniyib? Reduksiya olunub. Aiddir 2-yə. Burada kükürdə baxırıq. -2-dən -4-ə gəlib. Demək, reduksiya edicidir. Oksidləşib. Yəni, proses oksidləşmədir. Manqana baxırıq. Burada manqan -7-dən gəlib manqan -4-ə. Yəni, oksidləşdiricidir. Reduksiya olunub. Ona görə də aiddir 2-yə. Alüminiuma baxırıq. Alüminium -3-dən. Yenə burada da -3-dür. Yəni, bu da heç kəsinə aid deyil. Yəni, burada da bu variantlarla uyğunlaşdırırıq yuxarıdakılarla. Sonra 28-ci testdə baxırıq. 28-ci testdə demək olar, burada hidrogenin deyir sürəti 0,3-dür və deyir ki 10 saniyədə və 2 litrik qabda. Yəni, burada delta S-ni bizə demir. Yəni, delta nü kimi yaza bilərik indi də bunu. Çünki bizə delta nü lazım olacaq. Burada deyir ki, neçə baş verən reaksiyada neçə litr oksigen sərf olunmuşdur. Və düsturumuzun burasında da demək V, düsturumuz belədir da, V bərabərdir. Delta S bölünsün, belə delta nü bölünsün V delta taudur. Demək, V'miz burada bizim 2-dir. Taumuz da 10-dur. Ondan delta nümüz nəyə bərabər olur? Yəni, mol dəyişməsi vurarıq 0,6-ya. Demək, 0,6 mol hidrogen sərf olunur. Və bizə deyir ki, neçə litr oksigen sərf olunduğunu tap. 2 mol hidrogen sərf olunanda 1 mol oksigen sərf olunur. Onda 0,6 mol hidrogen sərf olunanda X, o da eləyəcək neçə? 0,3. 0,3 litrlə istədiyi üçün 22,4-ə vururuq, eləyir 6,72 litr hidrogen sərf olunub. Oksigen sərf olunub. Demək, oksigen sərf olunub. Oksigeni tapdıq 6,72 litr. Sonra deyir, neçə qram suyun alındığını hesablayın. Baxırıq ki, 2 mol hidrogen reaksiya girəndə 36 qram su alınırsa, 0,6-da gedəndə neçə alınar? X alınar. Demək, burada qalsa 1, burada qalsa 0,3. 36-yı da 0,3-ə vursaq, bu eləyəcək bizim alınan suyun qiyməti. Demək, 3 dəfə 18, bir də yadda 10. 10,8 qramda su eləyəcək. Alınan suyun kütləsi 10,8. Demək, cavabımız bir olacaq 67,2. Alınan suyun kütləsi eləyəcək 10,8.
29-cu testdə baxırıq. Natrium nitrat turşusuna reaksiya tənliyin deyir, əmsallaşdırın. Baxırıq burada natrium 0-dan gəlib müsbət 1-ə, azot gəlib müsbət 5-dən mənfi 3-ə gəlib. Demək 8 elektron verib. Demək nitrat turşusunun qabağına 8, natrium nitratın qabağına 8 düşəcək. Sonra burada natrium qabağına da 8 düşər. Sonra buradan baxırıq. Sonra azotlarımızın sayına baxaq uşaqlar. Sağ tərəfdə 8 dənə azotumuz var, sol tərəfdə 1. Ona görə bunun qarşısına 9 əmsal düşür. Sonra hidrogenimizin sayına baxırıq. 3 hidrogenimiz buradadır, 2 hidrogenimiz buradadır. Sol tərəfdə 9 olduğu üçün burada bir 3 əmsal yazırıq. Burada da 9 olur. Oksigenlərimizin sayına baxırıq. 27-dir. Sol tərəfdə, sağ tərəfdə 24, 3-ü də burada 27. Tənliyin əmsallaşdırın deyir, əmsallaşdırdıq. Reduksiya məhsulunun, yəni oksidləşdiricinin reduksiya məhsulu burada NH3-dür. Reduksiya məhsulunun və reaksiya məhsulunun əmsalları cəmini yazın. Reduksiya məhsulunun əmsalı elədir 1, reaksiya məhsullarının əmsalı elədir, demək 8, üstünə gəlirik 1, üstünə gəlirik 3, o da necə elədir? 12. Demək reaksiya məhsullarının, demək bizdən burada 3 şey istəyib də, deyir reaksiyanı əmsallaşdırdıq. Reduksiya məhsulu dedik NH3-dür. İkinci reduksiya məhsulunu və reaksiya məhsullarının əmsalları cəmini. Yəni reduksiya məhsulu NH3 deyil, hamısının əmsalları cəmi 12 eləyəcəkdir reaksiya məhsullarını. Sonra 30-cu testə baxırıq. Alüminiumun oksigenlə reaksiyasında deyir, alüminium yanma istiliyi N-dir. 54 qram alüminium tam yandıqda alınan istiliyin miqdarını hesablayın. Alüminiumun yanma istiliyi uşaqlar 3200-ü 4-ə bölürük. Neçə eləyəcək? 800. Demək alüminiumun yanma istiliyi N-in qiyməti nəyə bərabər imiş? 800-ə. Sonra deyir 54 qram alüminium yandıqda ayrılan istiliyin miqdarına baxın. Biz baxırıq ki 108 qram alüminium yanıb və bu zaman 3200 kilojul enerji ayrılıb. 54 qram yanında isə odunun yarısı olacaq 1600. Demək M-in də qiyməti nə olacaq? 1600.